keçə, baydı ağını keçir ha. O fərqində deyil hansı böyükdən hansı kiçikdir. Necə bu bütün hərflər deyil axı. Bizə deyir böyük bu, kiçik bu. Çünki həvəsli bilsəydi deyərdi. 100% var, onun 100%. 4-5 dənə hərf yazın, qarışıq. Hə, siz deyək ki, böyük yığını göstər. Ya da siz göstərin. Elə yox. Elə yox müəllim. Baxın, kitabı qoymuşam qabağıma. Gəlib yığ hələ çatır. Yığının böyük yönü deyil böyük yığ, kiçik yönü deyil kiçik yığ. Yanbayan görür deyə bilir. Hə, yanma olur. Görürsünüz, bax. Mən deməyim orada ki, bizə lazım deyil də, biz eyni qaydada öyrədək də, onu ancaq soruşanda desən. Gəl, lövhədə yazdım tak ki, bu hansı A'dır? Deməyəcəm. Benim müəllim orada böyük A və yanında kiçik A'nı yazandan sonra əziz verdi, amcacıq bu böyükdür bu. Çünki gözü elə görüb, ancaq elə əzbərləyib, evdə siz kitabı açmışsınız, eyni qaydada ondan soruşmuşsunuz, onu ancaq elə əzbərləyib.